إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Allah Teala bu məclisi bərəkətli eləsin. Və Allah Teala'dan istəyirəm ki, bizi öz dinində sabit etsin. Deməli, mövzu valideynlərə itaət haqqında mövzudur. Valideynlərə asilik etməmək, valideynlərə itaət etmək. Və qalmışıq Əbu Hureyra radiyallahu anh bir qissəsi haqqında. Əbu Murra Mevla Aqil deyir ki, Əbu Hureyra radiyallahu Mərvan onu vəli təyin eləmişdi və Zülhüleyfə deyilən yerdə idi və anasının da anası başqa evdə idi, özü bir başqa evdə və deyir ki, çıxmaq istəyəndə anasının qapısının qabağında dayanardı və deyərdi ki, Əssəlamu aleyki yə ümmətə, anacan, yəni sənə salam olsun, yəni salam verirdi. Və rəhmətullahi və bərəkətuhu. Və o da anası da cavab verib deyir ki, Aleykəssələm, yə buneyyə və rəhmətullahi və bərəkətuhu, ey oğul, salamı qaytarardı və deyərdi ki, Əbu Hureyra, rahiməkilləhu kəmə rahimtəni sagiran, sən necə ki, mən balaca ikən mənə rəhm etdin, mərhəmət göstərdin, məni tərbiyələndirdin, böyütdün və Allah Teala da sənə bu cür rəhm etsin. Və anası da deyərdi ki, rahiməkallahu kəmə barartəni kəbira, sən böyüyəndən sonra necə ki, mənə yaxşılıq etdin, itaət edirsən mənə, Allah Teala da sənə rəhm eləsin. Və yenə də daxil olduqda, yəni qayıtdıqda eyni şey edərdi. Və həmçinin Əbu Hureyranın anasına olan yaxşılığından hər dəfə evindən çıxmaq istəyəndə qapısında dayanardı, deyərdi ki, Əssəlamu aleyki yə ümmətə və rəhmətullahi və bərəkətuhu və salam verərdi tam şəkildə, kamil şəkildə və bu cür gözəl şəkildə deyərdi ki, anacan, ana sözünü istifadə edərdi və daha da incəldilmiş formada. Və ana sözü ümumiyyətlə ummun, hər bir şeyin əsası əslinə deyilir. Çünki övladın da əsası anasındandır. Və kamil şəkildə də anasına salam verməsi və rəhmətullahi və bərəkətuhu axıra kimi və müsəlmanın haqqında, müsəlman üçün müstəhəbdir və valideyn üçün isə daha da təkidlidir. Çünki yaxşı yoldaşlıq, yaxşı ünsiyyət, yaxşı münasibətə daha layiq olan insanın öz valideynləridir. Və həmçində təkcə salamla kifayətlənməzdi, dua edərdi, deyərdi ki, rahiməkilləhu, necə ki sən məni, mən balaca ikən, məni tərbiyələndirdin, böyütdün, beləcə Allah sənə rəhm eləsin. Çünki Allah Teala buyurur İsra surəsində və qada rabbuka əllə ta'budu illə iyyəhu və bil valideyni ihsənə. Rəbbim buyurdu ki, yalnız ona ibadət edin və valideynlərə yaxşılıq edin. İmmə yəbluğannə indəkəl kibərə əhəduhumə əv kiləhumə, onlardan biri və yaxud da ikisi də sənin yanında qocalıq vaxtına çatsalar, fələ təqulləhumə uffin, onlara uff belə demə, və lə tənhərhumə, və onları acılama, və qulləhumə qavlən kərimə, onlara gözəl, xoş söz söylə. وَخْفِدْ لَهُمَا جَنَاحَ الظُّلِّ مِنَ الرَّحْمَةِ və onlara rəhmət qanadını aç təvazökarlıqla وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا və de ki, Rəbbim, necə ki mən balaca ikən onlar məni böyüdüblər, sən də onlara rəhm elə. Və Əbu Hureyra da bu ayəyə əməl edərək dua edərdi gözəl şəkildə və körpəliyində anası onu necə böyüdüb, tərbiyələndiribsə onu zikr edərdi. Və sonra da dua edərdi. Və anasının əvvəllər özü körpə ikən ona çəkdiyi zəhmətini xatırlayardı.
Və yenə də eyni şey edərdi, daxil olmaq istəyəndə, qayıtdıqda. Hər dəfə çıxanda da, qaydanda da kamil şəkildə anasına salam verər və bu duaları edərdi. Və bu da anasına olan yaxşılıqdandır. Və başqa rəvayətdə isə deyir ki, Ummu Hani, yəni Əbu Talibin qızı, deyir, Əbu Hureyra öz torpağına tərəf gedir. Yəni Ummu Hani'nin mövlası, yəni azad etdiyi kölə Əbu Murra deyir ki, Əbu Hureyra ilə birlikdə getdi onun yerinə, onun torpağına, Əqiq deyilən yerdə və o torpağa daxil olanda həmən əraziyə deyir ki, Əssəlamu aleykə, aleykəssəlam və rəhmətullahi və rəkatuhu, anasına salam verir. Deyir, anacan. Və səsini ucaldır. Və o da cavab olaraq deyir ki, və aleykəssəlam və rəhmətullahi və bərəkatuhu, deyir ki, rahiməkəllah, rahiməkilləhu, deyir, Allah sənə rəhm eləsin, mən balacaykən sən məni tərbiyələndirdin, böyütdün. Anası da deyərdi ki, ya buneyyə, və əntə fəcəzəkəllah xeyran, ey oğul, Allah səni xeyirlə mükafatlandırsın, və radiyə ankə, və Allah səndən razı olsun, kəmə bərartəni kəbira, necə ki sən böyüdükdə mənə itaətkar oldun. Muhammed ibn Sirin deyir ki, biz Əbu Hureyranın yanındaydıq bir gecə və dedi ki, Allahümməğfirli Əbu Hureyra. Deyir ki, Allahım Əbu Hureyranın günahlarını bağışla və anasının da günahlarını bağışla və kim onların ikisi üçün istiğfar diləyirsə, onların da günahlarını bağışla. Və sonra deyir ki, فَنَحْنُ نَسْتَغْفِرُ لَهُمَا və rəvayət edən də Muhammed ibn Sirin deyir ki, biz də onlar üçün Allah Teala'dan istiğfar, bağışlanma diləyirik və bununla Əbu Hureyranın duasına daxil oluruq. Əbu Hureyra deyir ki, Allahım kim mənim üçün və anam üçün istiğfar diləyirsə, onun günahlarını bağışla və Muhammed Sirin də özü də onlar üçün bağışlanma diləyir. Və bu dua da Əbu Hureyradan anası üçün, özü üçün və anasına olan yaxşılıqdandır ki, anasına yaxşılıq edir. Allah Teala buyurur: "Vallazina ca'u min ba'dihim yaqulun." Onlardan sonra gələnlər deyirlər ki, ey Rəbbimiz, bizi və imanda bizi ötən qardaşlarımızı bağışla. Və la tec'al fi qulubina ghillan lillezina amanu. Və iman gətirənlərə qarşı qəlbimizdə kin, küdurət, həsədə yer vermə. Ey Rəbbimiz, həqiqətən sən şəfqətli, mərhəmətli, rəhimlisən. Və Muhammed ibn Sirin ona görə deyirdi ki, biz də onlar üçün, yəni Əbu Hureyra və anası üçün istiğfar diləyirik ki, Əbu Hureyranın duasını əldə etmək, ona nail olmaq üçün. Allah Teala Əbu Hureyraya da anasına rəhm eləsin və günahlarını bağışlasın. Və Əbu Hureyra anasına misalda, anasına itaətdə, anasına yaxşılıqda misal çəkilən, nümunə götürülən səhabələrdən olub və bunun da qıssası, hekayəsi məşhurdur ki, anasının İslamı qəbul etməsinə səbəb Əbu Hureyra özü olmuşdur. Və Əbu Hureyra anasının İslama girməsinə şiddətli əris idi. Anası İslamdan əvvəl, yəni müsəlman deyil idi və küfür içərisində olduğu üçün Əbu Hureyra əziyyət çəkirdi, ağrı çəkirdi. Yəni, anasının müsəlman olmasını istəyirdi və çalışırdı ki, anası İslamı qəbul etsin və bunun üçün cəhd edirdi. Səbəblərdən tuturdu, İslam'a dəvət edirdi. Və anası isə Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında elə sözlər deyirdi ki, Əbu Hureyranın xoşuna gəlmirdi və bundan pis olurdu. Lakin yenə də dəvət edirdi. Dəvəti edirdi, saxlamırdı. Əbu Hureyra deyir ki, mən anamı İslam'a dəvət edirdim və o da müşrik idi. Və bir gündə onu çağırdım, dəvət etdim
Və o mənə Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında elə sözlər eşitdirdi ki, elə sözlər dedi ki, mənə pis oldu, xoşlamadım. Və gəldim Allah Resulü sallallahu aleyhi və səlləm yanına ağlayaraq. Dedim ki, Allahın elçisi, mən anamı İslam'a dəvət edirdim, o isə boyun qaçırır və bugün də onu dəvət etdim İslam'a və o mənə elə sözlər dedi sənin haqqında, hansı ki, mən xoşlamıram. Allaha dua et ki, Əbu Hurayra'nın anasını hidayət eləsin. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Allahum məhdi ümmə Əbi Hurayra. Allahım, Əbu Hurayra'nın anasını hidayət elə. Və Əbu Hurayra deyir ki, mən çıxdım sevinərək. Allah Resulü sallallahu aleyhi ve sellemin duasıyla sevinərək çıxdım. Nə vaxt ki, gəldim evə, qapıya yaxınlaşanda gördüm ki, qapı aralıdır. Və eşitdim, anam mənim ayaqlarımın səsini eşidəndə dedi ki, ey Əbu Hurayra yerində qal. Və sonra deyir ki, suyun səsini eşitdim. Əbu Hurayra deyir, suyun səsini eşitdim və anam deyir, qüsl aldı və paltarını geyindi və baş örtüyünü başına örtdü və qapını açdı və sonra dedi ki, Əbu Hurayra, şəhadət verirəm ki, La ilahə illallah, Allahdan başqa ibadət haqqı olan məbud yoxdur. Və əşhədu ennə Muhammeden abduhu və rasuluhu və şəhadət verirəm ki, Muhammed Allahın qulu və onun elçisidir. Və deyir, mən Allah Resulü sallallahu aleyhi və səlləm yanına qayıtdım, ağlayaraq, fərəhdən, sevincdən ağlayaraq qayıtdım Allah elçisi sallallahu aleyhi və səlləm yanına. Və dedim ki, ya Resulallah, müjdə, Allah Teala sənin duana icabət etdi. Və Əbu Hurayra'nın anasını Allah hidayət elədi. Və Allah Resulü sallallahu aleyhi ve sellem Allah'a həmd etdi. Allah'a təriflər dedi. Və dedim ki, ey Allah'ın elçisi, Əbu Hurayra dedim ki, ey Allah'ın elçisi, Allah'a dua et ki, məni və mənim anamı mömin qullarına sevdirsin. Və onları da bizə sevdirsin. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, Allahümme habbib ubeydəkə hədə. Allahım, sənin bu qulcığazını, yəni Əbu Hurayranı və onun anasını sən mömin qullarına sevdir. Və onları da, möminləri də onlara sevdir. Və sonra deyir ki, hansı mömin olsa da, Əbu Hurayra deyir ki, mənim haqqımda və anam haqqında eşitdisə və yaxud da məni gördüsə, məni sevir. Və bu da Əbu Hurayranın anasına olan yaxşılığından idi. Allah Teala Əbu Hurayranın da anasının da günahlarını bağışlasın. Və bu hədis Səhih Müslimdə rivayet olunur. Və ata-anaya olan yaxşılıqlardandır ki, onlardan biri və yaxud hər ikisi müsəlman deyilsə, küfür, şirk üzərindədirsə, insan onlara İslamı ərz etsin, onların hidayəti üçün həris olsun və bu dini qəbul etmələri üçün səy etsin, dualarda ictihad eləsin, hərisliklə, israrla Allah Teala'dan istəsin. Bax, Əbu Hurayra nümunədir ki, o, anasının İslam'a gəlməsinə səbəb olmuşdur və həris idir və bu iş üçün çalışırdı. Və nə edirdi? Əsasən İslamı anasına ərz edirdi. Necə ki, özü deyir ki, mən anamı İslam'a dəvət edirdim. Və ikincisi isə dua edirdi anası üçün, hidayət istəyirdi. Çünki hidayət Allah Teala əlindədir. Və Allah Teala'dan istəyirdi, israrla Allah Teala'dan anasının hidayətini istəyirdi. Və Allah Teala da ona ikram edir, hörmət edir və anasını hidayət edir. Və o da sevinərək Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gedir, anasının İslamı qəbul etməsindən fərəhlənərək. Və sonra qaydında Allah Resulü sallallahu aleyhi ve sellem yanına deyir ki, dua et ki, məni və anamı möminlərdən kim eşitsə, kim görsə sevsin. Əlavə dua istəyir. Birincisində hidayət istəyir, ikincisində sevgi.
Ve Allah Resulü sallallahu aleyhi ve sellem dua edir. Ki Allah'ım yani bu kulunu Ebu Hureyre'nin ve onun anasını yani insanlara sevdir, müminlere sevdir. Ki insanlar onları sevsinler. Ve onlar da müminləri sevsin. Və sonra Ebu Hureyre deyir ki, elə bir mümin yoxdur ki, mənim haqqımda eşitsin, məni görsün, yəni məni sevməsin. Amma mümin. Ebu Hureyre'ni sevənlər müminlərdir. İbn Kəsir deyir ki, bu hədis Peyğəmbər sallallahu aleyhi və səlləmin peyğəmbərliyinin dəlillərindəndir. Ki, Ebu Hureyre bütün müminlərə sevimlidir. Allah Teala onun adını diller ezber etmiştir. Ve bu rivayeti, anasının hidayet olunma rivayetini de insanların dilinde ezber etmiştir. Ölkələr ve şehirlerin fərqli olmasına baxmayaraq insanlar Ebu Hureyre'ni sevir, onun anasını da sevir. Ve Ebu Hureyre'den gelen hadisler de çoktur, rivayetler çoktur ki bu da Allah Teala'nın olan nimetidir. Necə ki hadislerden Ebu Hureyre deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem demiştir. Eğer insan öldüyse onun emelleri kesilir yalnız 3 şeyden başka. Ahar sədəqə, faydalanılan ilim ki insanlar o ilimden fayda elde edirlər ve yaxud da onun için dua eden salih övlad. Yani bu 3 şey ölen insana gedir. Qəbirdə olmasına baxmayaraq salih əməl kimi, savab, mükafat kimi insana axır yazılır. Ve yine başka hadiste Ebu Hureyre deyir ki, öldükten sonra ölen insanın derecesi qalxır. Ve deyir ki, ey Rəbbim, yani bu mənə nə üçündür? Hansı şeye göredir? Ve ona deyilir ki, وَلَدُكَ اِسْتَغْفَرَ لَكَ senin övladın senin için istiğfar dilemiştir. Ve yine Ayşe deyir ki, bir kişi Peygamber sallallahu aleyhi ve selleme dedi ki, benim anam dünyadan köçtü. Ve ben de zannediyorum ki eğer o danışsaydı, danışabilseydi, sədəqə verərdi. Eğer onun adından sədəqə versem, əcr, savab var mı? Ve Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, bəli. Başka rivayette İbn Abbas'tan gelen bir kişi deyir ki, ey Allah'ın elçisi, atam dünyadan köçtü ve həcc etmedi. Ben onun əvəzinə həcc edim mi onun adından? Ve Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, "Ərayte lev kana ala abike deynun." Xəbər ver. Denən, eğer atanın borcu olsaydı, sen onun borcunu qaytarardın mı, vererdin mi? Deyir ki, bəli. Ve Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Allah'ın borcu daha haklıdır qaytarılmağa. Ve yine İbn Abbas'tan gelen rivayette bir kadın Cüheyne qəbiləsindən gelir Allah Resulü sallallahu aleyhi ve sellem yanına ve deyir ki, anam nəzir dedi həcc eləmək üçün, lakin həcc etmedi ve dünyadan köçtü. Ben onun yerine, onun əvəzinə həcc edim mi? Ve dedi ki, bəli, onun əvəzinə həcc et ve ne deyirsən xəbər ver. Eğer ananın borcu olsaydı sen onun borcunu qaytarardın mı? Allah'ın borcunu verin. Allah Teala vefalı olunmağa daha haklıdır. Ve bu hadis de bildirir ki övlad yani valideynine yaxşılıqdandır ki onun için dua etsin ve həmçinin onun adından sədəqə versin ve həmçinin də həcc edə bilər, ümrə edə bilər ki öldükten sonra onlara yani faydası vardır. Ebu Osman Ən-Nəhdi deyir ki, Sa'd ibn Əbu Vakkas demiştir, bu ayələr mənim farəmdə nazil olmuştur. Allah Teala buyurur, ve in cahadaka ala en tuşrike bima leysa leke bi ilm. Eğer ata ana senin hiçbir ilmin olmadığın bir şeyi mənə şərik qoşmaq üçün seninle mübarizə aparsalar, onlara itaat etmə. Ve sahibuhuma fid dunya ma'rufa ve dünyavi işlerde onlarla yaxşı rəftar et. Ve deyir ki, mən anama itaatkar bir kişiydim. Anama yaxşılıq edən, anamın itaətində duran birisiydim. Ne vaxt ki mən İslamı qəbul etdim, anam dedi ki, ey Sa'd, ve bunu deyən kimdir? Sa'd ibn Əbu Vakkas, duası qəbul olunanlardan, cənnətlə müjdələnlərdən. Anam dedi ki, ey Sa'd, bu nə dindir? Sən özünə götürmüsən.
Ve sonra anası deyir ki, ya sen bu dinini terk edeceksen, ya da ki ben hiç ne yemeyeceğim ve içmeyeceğim. Anası bilir ki itaatkardır. Ve deyir ki, yemeyeceğim, içmeyeceğim ölene kadar. Ve mənə göre sənə ayıp olacak. Ve diyecekler ki, anasını öldüren. Ve dedim ki, anacan, bunu etme. Ben hiçbir şeye göre dinimi terk etmərəm. Ve bir gün keçdi, bir gün kaldım ve bir gece keçdi. Ve anam hiç ne yemirdi. Ve sabahladı, bir gün oldu ve artık elden düşmüştü. Ve yine başka bir gün keçdi, bir gece keçdi. Onun vəziyyəti daha da şiddetlendi. Ve bunu gördükdə dedim ki, anacan, sen bilirsən ki, Allah'a and olsun, eğer senin 100 canın olsaydı ve bir o canların çıksaydı, yani sen bir ruhun çıksaydı, 100 ruhun olsaydı, ben hiçbir şeye göre dinimi terk eden değilim. Ve eğer istersen ye, istersen yeme. Ve bunu görende anası yemeye başlayır. Ve bu aya nazil olur. Ve başka rivayette Sa'd bin Vakkas deyir ki, benim hakkımda Kur'an'dan ayeler nazil olmuştur. Ve sonra deyir ki, Sa'd'ın anası, yani özünün anasını deyir, and içir ki, yani hiç vaxt onu danıştırmayacak, ta ki dininden çıkmayana kadar. Yemeyecek, içmeyecek, danıştırmayacak. Ve sonra da anası deyir ki Sa'd'e, sen iddia edirsən ki, Allah sənə tövsiyə, sənə buyurmuşdu ki, valideynlərə yaxşılıq et. Ve mən də sənin anam. Anası İslam'da olmasa da ikrar edir, itiraf edir ki, yani sizin dininizde bu var. Ata-anaya itaat, ata-anaya yaxşılıq. Ve ben deyir, sənə əmr edirəm ki, yani bu iş elə. Deyir, mən 3 gün qaldım, 3 gün keçdi. Ve nihayet anam deyir, yani taqətsizlikdən bayıldı. Başka oğlu, Umar adında, ona su verir. Ve o da Sa'd'a beddua edir anası ve Allah Teala bu ayağını nazil edir. Ankebut suresinde Allah Teala buyurur: "O vassaynal insane bi valideyn husna." Biz insana valideynlerine yaxşılıq etmeyi buyurduk. Ve sonra buyurur Allah Teala Loğman suresinde: "Ve in cahadaka alen tuşrike bi." Eğer onlar, yani ata ana seninle mübarizə aparsalar, seninle cihad etseler ki, mənə hər hansı bir şey şərik koşasan, onlara itaat etme. Lakin sonra buyurur ki, onlarla dünyada yaxşı davran. Yani anası and içir ki, yemeyecek, içmeyecek. Nihayet sen Muhammed sallallahu aleyhi ve sellem dinini terk etmesen. Ve bir neçə gün keçir, 3 gün keçir, yemir, içmir ve taqətdən düşür. Yemek, içmeyi terk edildiğine göre. Lakin diğer oğlu ise ona yemek verende, ve bu da deyir ki, sen iddia edirsən, deyirsən ah ki, sizin dininizde bu şey var. Allah size emredir ki, ata-anaya yaxşılıq edin. Ve ben de sana bunu emredirəm. Yani özü de etiraf edir ki, sizin dininizde bu var. Lakin Sa'd bin Vakkas ise deyir ki, mən yani hiçbir şeye göre Allah'ın dinini terk etmərəm. Ve Allah da bu ayələri nazil edir. Yani lakin Allah da deyir ki, onlarla dünyada yaxşı davran. Yani itaat etme günahda, asilikte. Lakin Allah da demedi ki, onlara asi ol. Onları kobudda, onları acıla demedi. Dedi ki, وَصَاحِبُهُمَا فِي الدُّنْيَا مَعْرُوفَ. Dünyavi işlerde onlarla yaxşı davran. Hele bu ata-ana kimdir? Müşrikdir, kafirdir, Müslüman değil bu ata-ana. Ve üstelik de evladına, yani evladını mecbur edir, vaat edir ki, İslam dininden çıksın, Peygamber sallallahu aleyhi ve selleme küfür etsin. Bununla yanaşı Allah dedi ki, onlarla yaxşı davran. Şimdi o ki qaldı, valideyn Müslümandır, valideyn itaat əhlidir, Allah və Rasuluna itaatdə duran insandır. Gör, övladın
bu cür valideyninə itaəti, rəftarı necə olmalıdır? Əsmə bint Əbu Bakırın qızı Əsma deyir ki, anam mənim yanıma gəldi. Allah Rasulü sallallahu aleyhi ve sellem dövründə. Yəni, İslama daxil olmaq istəmir, sadəcə övladı ilə ünsiyyət qurmaq istəyir. Və deyir ki, soruşdum Allah Rasulü sallallahu aleyhi ve sellemdən, dedim ki, ya Resulallah, əlaqə saxlayayım anamla. Dedi ki, bəli. Və Allah Teala bu ayanı nazil etdi. La yenhâkumullahu anillezine lem yuqatilukum fid-din ve lem yukhrijukum min diyarikum en teberruhum ve tuqsileyhim. Yəni sizinlə vuruşmayan və sizi diyarınızdan çıxarmayanlara yaxşılıq etmək, onlarla ədalətli olmağı Allah sizə qadağan etməz. İnnallaha yuhibbul muhsinin. Həqiqətən Allah Teala ədalətli olanları sevir. Və bu da bildirir ki, yəni, ata-ana nə qədər günah üzərində olsa da, küfür, şirk üzərində olsa da, övlad onlarla yaxşı davranmalıdır. Sadəcə günah işlərdə itaat eləmək olmaz. Günahı əmr edirlərsə, o günahı, o haramı etmək olmaz, lakin davranış, danışdığı sözlər yenə də yaxşı olmalıdır. Yəni, heç bir halda övlada icazə deyil ki, ata-anasını acılasın, üzərinə qışqırsın, səsini qaldırsın. Və Allah Teala'dan istəyirəm ki, bizi eşidib yaxşısına tabi olanlardan etsin. Və Allah Teala bizi valideynlərimiz sağdırsa, valideynlərimizə qarşı itaətkar etsin. Valideynlərimizə yaxşı rəftar edənlərdən etsin. Və ölən valideynləri də Allah Teala rəhm eləsin, günahlarını bağışlasın. Allah sizə bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.